Əziz izləyicilərimiz, əziz tamaşaçılarımız, əziz valideynlərimiz, biz bu günlərin çox gözəl insanlar, gözəl ziyalılar, gözəl həyatını təhsilə fəda vermiş müəllimlərdən hər ikisini sizlərə təqdim edəcəm. Tovuz rayonunun ən ucqar kəndlərindən biri olan Əhmədabad kəndindəyik. Müəllim, bir daha sizi xoş gördük hər ikinizi. Adınız, soyadınız? Mehdi Süleymanoğlu. Neçə il təhsil sahəsində çalışmısınız və hansı fəndlərdə? 47 il ibtidai sinif müəllimi olmuşam. Ay maşallah, ay maşallah. Demək, ulu öndərimiz deyir ki, ümumiyyətlə müəllim peşəsi ən şərəfli peşədir. Amma müəllim peşəsində də ən çətin ixtisas hansıdır? İbtidai sinifdir. Və ilk əlifbanı, ilk rəqəmi, ilk ana sözünü, ata sözü sizə öyrədirsiniz. Mən bu qədər ixtisasların sizə nəyə görə ibtidai sinif? Uşaqlar, körpə uşaqları sevirdim, ona görə onlarla işləməyi xoşlayırdım, ona görə də ibtidai sinifdə dərs dedim. Yetirmələrinizdən əsasən hansı peşənin sahibi olanlar? Bütün peşələrdə çalışırlar, çoxlu ali təhsilli Sizin yetirmə. yolunuz davam elətdirib ibtidai sinif müəllimi olanlar var mı? Var, 3-4 müəllim, bu saat mən ibtidai sinifdə dərs deyən müəllimlər hamısı mənim şagirdlərimdir. Ay maşallah, gözəl. İndi sizə anamızı təqdim eləmək istəyirəm. İndi hal-hazırda neçə yaşınız var? 77 yaşım. İndi anamızı təqdim eləmək istəyirəm. Anamız buyurun. Belə. Adınız, soyadınız yaxın. Rüstəmova Mariya Ramazan qızı. Çox gözəl. Hansı fən tədris eləmisiniz? Əmək və rəsmiyyət fənni tədris eləmişəm. Çox gözəl, çox maraqlı bir elmdir, fəndir. Bax, siz nəyə görə o fənni seçmişsiniz bu qədər ixtisasların içində? Orta məktəbdə oxuyarkən bu fənnə meylim olduğuna görə həmin fənnə maraq göstərdim. Çox gözəl. Və siz neçə yaşınızda hal-hazırda? Hal-hazırda 72 yaşım var. Allah sizə də ömür versin. Çox sağ olun. Neçə il təhsil sahəsində çalışmışsınız? 40 il təhsil sahəsində çalışmışam. Buradan bu kadrlara baxanda 10 il, 20 il, 50 il sonra nəvə nəticələriniz, şagirdlərinizə öz ürək sözləri və tövsiyələriniz nədir? Yaxınlaşın. İlk növbədə onlara can sağlığı arzulayıram. Hamısı xoşbaxt olsunlar. Onlar da yaxşı yollarda, yaxşı işlərdə işləsin. Həyatda xoş günlər görsünlər. Çox gözəl. Təşəkkür edirəm. Bəli, hörmətli izləyicilərimiz, hər iki müəllim, Mariya müəllim və Mehdi müəllim həm gözəl müəllim, həm gözəl ziyalı, gözəl ağsaqqal, gözəl abırçək, kənddə də salib seçilən bir insanlardan biridirlər. Həm də gözəl ata və gözəl nənə babadılar. Ona görə sağ ol deyirik onlara. Allahdan bizim arzumuz odur ki, müəllimgilin hər ikisi nəvələri də, nəticələri də sizin kimi vətənimizin dəyərli vətəndaşı olsunlar. Siz nə arzunuz yaxşı nəvələrdə, nəticələrdə? Mən gələcək nəsilə can sağlığı arzulayıram, vətənimizdə əmin-amanlıq olsun, müharibə olmasın, onlar vətəninə layiq övladlar olsunlar, xalqına, vətəninə vicdanla qulluq etsinlər. Biz də sizə can sağlığı arzu edirik və sizə dərin təşəkkür edirik. Çox sağ olun.